Salam əziz dostlar. Bugünkü mövzumuz ağır mövzudur. Günəyə həsr ediləcək bugünkü söhbətimiz. Güneydə bir çox ağrılı proseslər baş verir. Ümumiyyətlə İranın özündə də çox böyük bir belə deyək krizis var, böhran var. 12 günlük müharibədən faktiki orada məğlubiyyətdən sonra böhran vəziyyəti yaranıb. Bunun birbaşa bizim güneyli soydaşlarımıza aidiyyəti var. Bugünkü qonağımız da güneyli fəal, aktivist Murtuza Muradpur bəydir. Xoş gördük Murtuza bəy. Çox xoş gördük. Mən də sizi salamlayıram. Buyur. Murtuza bəy, indi mən çalışacağım bir qədər bəhs edim bu oxuduğum, eşitdiyim bu mövzudan. Evin həbsxanası, təəssüf ki, bu çox ağır bir mövzudur. Bu İranın ən dəhşətli həbsxanalarından biri olan Evin həbsxanası Tehranda yerləşir və orada güneyli fəallar hazırda həbsdə yatır və onlar aclıq aksiyası keçiriblər. Bu aclıq aksiyasının nəticəsində sonra buna etiraz edən başqa fəallar da həbs edilib. Bu barədə danışaq. Lütfən siz bu hekayəni bizdən daha yaxşı bilirsiniz. Biz bunu mediadan oxuyuruq, dostlar xəbər verir. Siz isə birbaşa bu hadisələrin demək olar ki, iştirakçısınız, xəbəriniz var. Lütfən bizə də nəql eləyin. Bizə çox vacibdir soydaşlarımızın taleyi. Bəli, mən də salam deyirəm bütün izləyənlərə. Qısacası mövzuya bir giriş yapmaq istəsək, belə deyə bilərik. Bu dostlarımız təxminən bir ay əvvəl, daha əvvəllər də bunların etisabları olmuşdu, azlıq aksiyası, Urmu gölünün qurudulması ilə əlaqəli. Sembolik olaraq 2 günlük quru azlıq aksiyası keçirtmişdilər. Hı hı. Sonra indiki azlıq aksiyaya başladıqlarında təxminən indi 21 günü keçibdir. Başlayıblar bu dostlarımız iki Tahir Nəqəvi bəy ki özü vəkildir və Vədud bəy Əsədi ki Gilan Rəşd şəhərindən və keçmiş sabiqəli millətçilərdən, milli fəallardandır. Bunların yanında dostları da birlikdə Malla Əzimi bəy, Mahmud Ocaqlu, Ayaz Seyfxah və Murtəza Pərvin də birlikdə azlıq aksiyasına başlamışdılar. Əsas nədənləri birincisi Tahir Nəqəvi bəyin fiziki xəstəliyi durumundan baş verir. Çünki bu Tahir bəyin fiziki durumu biraz vəxaməti çoxalmışdı və bildiyim qədərilə omurgasının 5 və ya 6 möhrəsi pis vəziyyətdədir və sınıbdır. Eşik xəstəxanasına göndərilmək zorundadır. Yəni gərək eşiyə göndərilə. İçəridəki zindanın içindəki bu Behdarı deyilir farsçası. Hı hı. Oradakı müalicə yeri çox ibtidai səthdədir, düzeydədir. Ora yetməz. Bir sıra əkslər salınmalıdır. Amma bunu da deyim ki, keçənlərdə elə təxminən bu ilin içində idi ki, baskılardan sonra eşikdəki dostların himayəti və bir sıra vəkillərin naməsindən sonra ki, istəmişdilər Tahir bəy Nəqəvinin, yəni öz həmkarları vəkillərin istəyinə görə durumuna yetişilsin. Bir MRI çəkimi olmuşdu və o MRI çəkimindən sonra döktür belə təşxis qoymuşdu ki, eşiyə göndərilməlidir. Hı hı. Ancaq əmniyyəti orqanların müdaxiləsi ilə eşik xəstəxanasına sevki qabağa qarşısı alındı və ondan sonra bir zamanlar elə bu cür xəstəliklə yəni ağrını çəkə-çəkə qaldı. Prostat xəstəliyi də var idi bu arada məsanəsindən. Ondan sonra Tahir bəy azlıq aksiyasına başladı və Vədud Əsədi bəylə birlikdə. Sonra o biri dostlar bir gün fasilə ilə qoşuldular. Bayaq adlarını çəkdiyim dostlar. Hı hı. Birlikdə azlıq aksiyasına başladılar. Tahir bəy eşiyə göndərilməsinə icazə verilsin deyə və ardıca da qanunsuz şəkildə
Baş verən bu məhkəmələr İranın əmniyyəti orqanlarının müdaxiləsi ilə qazilərin, hakimlərin rəy vermələrinə etiraz və bu sürəc ki, ədalətsiz bir sürəcdir, keçirilir milli fəalların başından. Bunlara etiraz olaraq azlıq aksiyasına girdilər. Dedilər ki, bizim şəraitimiz düzələnə qədər və Tahir bəy xəstəxanaya göndərilənə qədər azlıq aksiyasından vaz keçməyəcəklər. Ancaq təxminən bir neçə gün sonra, bir həftədən aşkın Hı hı. zaman keçəndən sonra bir sıra qol verdilər məsullar. Dedilər biz həttəmən yetişəcəyik, Tahir bəyi də göndərəcəyik eşiyə, xəstəxanaya. Və bu dostlarımız Malla Əzimi, Mahmud Ocaqlu, Ayaz Seyidxah, Murtaza Pərvin etisablarını, aksiyalarını dayandırdılar. Məsullardan, yəni məsulların söz verdiklərinə əsasən. Ancaq üstündən indi 10 gündən artıq keçdiyinə rəğmən məsullardan heç bir addım gəlmədi onlar tərəfindən və dostlar içəridəki milli fəallar hamısı yəni danışaraq məsullarla və e, eşikdəki qəzai məqamlarla istişarədən sonrakı, yəni istişarə dediyimiz bəlkə kəlməsi yaxşı olmaya, e, onlardan tələblərini təkrarladıkdan sonra gördülər ki, bir addım atılmayacaq və elə bir niyyət də yoxdur zaten indiyə qədər heç bir iş görülməyibdi. Təkrar dostlarının aclıq aksiyasına qoşulmağa qərar verdilər. Və indi həmən yəni deyə bilərik 1-2 gündür ki, təkrardan başlayıblar himayət üçün. Bu arada ailələrinin də çox zindan qarşısına gəlmişdilər, çox etkili, təsirli rolları olmuşdu, etiraz eləmişdilər. Məsullar onları da yəni bir həftə hududundan keçdikdən sonra Ərdəbildən Abbas bəy Lisanı və bir neçə dostlar da dəstək üçün ailələrinə Tehrana, evin zindanına gəldilər. Qarşısında evin zindanının qarşısında ailələrinə qoşulmağa. Ancaq orada onların da gəldiyində biraz aralıqlı taççılar aralıqlı gətirdiyi üçün 3-4 nəfər dostları tutdular. O biri dostlar da artıq yanaşamadılar. Və İttilaat Əmniyyəti qüvvələr eləyə bildi ki, o aksiyanı, orada təhəssünü dayandırsın, dağıtsın. Ailələr də söz verdilər ki, yəni söz ki deyəndə ultimatum verdilər ki, 2 gün sonra təkrardan bu həftənin başından təhəssünə başlayacaqlar. Əgərsə bir addım atılmasa və bu durumda heç bir dəyişiklik olmayıbdır, heç bir addım atılmayıb. E, Etisabda olan dostlara təkrardan o biri dostları qatıldıqdan sonra eşikdə də bir kampaniya başlayıbdı. Kampeyn yola düşüb və milli fəallar təhbətəh içəridə, güneydə etisaba qoşulurlar. Onlar da dəstəklərini elan eləyirlər və bu çox böyük bir, yəni geniş səviyyəyə çatıbdır. Burada mən bunları açıqladım, ancaq öz durumumla bir sıra bənzərlikləri vardı. O zaman mən də Hı aclıq hı. aksiyası yaşadığımda elə ailələrin ki, dəstək verirlər, eşik təhəssün eləyiblər zindan qarşısında. Eynisi elə mənim məsələmdə də baş vermişdi. Murtuza bəy, Və siz amma deyəsən Təbrizdə olmusunuz həbsdə, ha? Təbriz şəhərində, yoxsa səhv eləmirəm ki? elədir, elədir. Mən də 3 il Təbriz cəzaevində olmuşdum. Sonra azlıq aksiyasının içindəykən göndərdilər Kərəcə. Kərəc zindanında qaldım. Hı hı. Farscası Nidamətgahı Mərkəzi Kərəc adlı xəstə cəza evində. Orada 33 gün infiradidə tək hücrəli yerdə saxlanıldım. E, Sonra təkrar gördülər mən sındırmıram, aksiyamdan vaz keçmirəm.
və orada psixoloqa, rəvanşinas deyirik, aparırdılar, döydürə aparırdılar. Onlar çox çalışırdılar üstümdə son qoyam. Ancaq başaranmadıqdan sonra məni təkrar Təbrizə geri göndərdilər. Və Təbrizdəki zamanımda idi ki, bu ailələr gəldilər, dəstək verdilər, yoldaşlar. Bu təhəssünlər, istəyirdim bunu deyəm ki, çox önəmlidir. Mənim özüm Hı hı. mühitimdə ki, deyə bilərəm, iki səfər etkili və bir neçə dəfə də təşəbbüs olundu təkrar zindan qabağına gəlməyə. Ancaq ikisində hətta 10 neçə nəfər və birində də 9 nəfər tutuqlanma olmuşdu hər birində. Yəni birində 9, birində 12 nəfər. Bu tutuqlanmalar çox səs saldı, dəstəklər çox etkili oldu və sonra da Azlıq aksiyası, yəni başarıya çatdı deyə bilərəm. 65 gün sonra Hı mən hı. cəzaevindən buraxıldım və bir gündə, yəni 66 gün aclıq aksiyası oldu. Bir gün qabaqsı biz bir yazılaşma yapdıq məhsullarla aramızda ki, sabahısı məni sərbəst buraxsınlar, yoxsa davam edəcək aclıq aksiyam. O zaman mən serum altına getdim və buraxdılar. Bunu demək istəyirdim ki, o yüksək ruhiyyə, yuxarı dərəcədə o ruhiyyə və aclıq aksiyasında ailələrin dəstək verməsi çox önəmli bir rol oynayır. Mən Vədud Əsədi bəyin bu sözlərini eşidəndə, yəni eyni özüm o zamanki günlər xatırlayıram, tüklərim biz-biz durur. O zaman rəsmən mən ölümə və şəhadəti tələb eləyirdim. Deyirdim, Güney Azərbaycanda azlıq aksiyasında ilk şəhid olacağam. İstəyimi verməsələr heç bir fərqli bir alternativ yollarla və yaxud vədə, vədlərlə etisabımı, aksiyamı durdurmayacağam. Görürəm ki, Vədud bəy də o ruhiyyədədir. Çox yəni özüm yaxından anlayıram o sözlər, o kəlmələrin o anlamı, mənasını ki, deyir bu aclıq aksiyası mənim üçün ölüm aksiyasıdır. Yəni bu adam rəsmən ölümü gözünə alaraq girib bu yola. Yadımdadır, məndən də o zaman məsullardan soruşurdular qəzai qüvvədən ki, nə edəcəksən, nə deyirsən. Dedim, mən buradan azad olacağam. Neçə yolu var. Ya ayağımla, demişdim, ya dikey şəkildə İstanbul türkcəsində desək, dikey şəkildə əmudi buradan çıxacağam, ya ofoqi şəkildə yatay şəklində buradan çıxacağam. Dikey budur, məni sərbəst buraxacaqsınız, ayağımla yeriyib buradan çıxıb gedəcəyim. Anamın çorbasını, şorbasını içib azlıq aksiyamı dayandıracağam. Yatay da belə olur ki, məni buraxmayacaqsınız, mən də aksiyamı durdurmayacağam. Sonunda buradan ölü olaraq ruhumla buradan çıxacağam. Və bu sözlər də o zaman elə məsulları etkiləmişdi ki, bu adam çox ciddidir, müsəmməmdir. Və bunlar çox önəmlidir. Bunu demək istəyirdim ki, belə bir ruhiyyədə olmaq içəridə məsullar açısından da çox ciddi alınır və insan özü də, yəni insanın o iradəsi, sınılmaz iradəsi içəridə daha belə necə deyim, bütün gücü ilə insan orada o iradə ilə eləyə bilər ki, uzun sürə dayana bilsin. Amma iradədə zəif olsa, iradədə bir gözlənilmə, bir necə deyək, məsulların ağzına baxmaqla bir etisaba başlanılsa, məncə sonuna qədər gedənməyəcək və nəticə də verməyəcək. Burada mən bir fərd olaraq ki, etisabda deyə bilərəm, İranda ən uzun sürə etisabı keçirtmişdim. Ən önəmli məsələ insan Etisab özü ilə aclıq aksiyası deməkdir. Yəni bizdə başa azlıq düşənlər. aksiyası elədi. Ən önəmli məsələ burada insan özü ilə düz olmasıdır. Bu azlıq aksiyasıya girmədən öncə yadımdadır bir dəfə eyni bu dostlarımız ki, Urmu gölünə görə 2 günlük 48 saatlıq bir azlıq aksiyası keçirtmişlər. Bunlar özlərini test eləyirlər. Yəni çünki özüm görmüşəm, yaşamışam bunları, mən belə deyə bilirəm. Mən də özümü bir test eləmək üçün ki, bu iş mənim işimdir və ya deyil, əslən vücudum, bədənim dayana bilər ya yox.
e, özümü test eləmək üçün bir dəfə ana dilinə görə e, ki, zülm olunur İranda türk dilinin sərbəst buraxılması üçün, assimilasyonun dayandırılması üçün ana dili günü münasibətinə 21 fevralda mən 3 günlük aclıq aksiyası elədim. Göstəriş olaraq, bir formalite olaraq. Sonra da bir dostumuz vardı, yenə aclıq aksiyasındaydı. Ona dəstək üçün təxminən bir neçə ay sonra bir 5 günlük da ona dəstək vermək üçün qatıldım. Simvolik bir etisab aclıq aksiyası keçirdim. Gördüm ki, mən 3 gündə və sonra 5 gündə dayana bilirəm. Yəni bu aclıq məni həmən salmır, yıpratmır. Sonra uzun zaman düşündükdən sonra ki, bu mənim haqqımdır. Artıq mən bu yola baş qoyandan sonra məni heç bir vədə vəidlə, heç bir təməylə, necə deyim, vəkillərlə, məsulların sözləri məni fikrimi dəyişməsin deyə neçə dönə saldım, çıxdım. Sonunda çox belə özümlə qətiyyətə çatdım ki, burdan azad olmayana qədər mən bu etisabımı sındırmayacağam. Heç bir sözə uymayacağam və inanmayacağam. Belə oldu ki, sonunda da başara bildik eşikdəki fəalların sayəsində, hətta İrandan eşikdəki o qədər aksiyalar oldu, dəstəklər oldu. Onlarla birlikdə və çox böyük bir başarı əldə eləyə bildik. İndi yenə qeydək dostlarımızın məsələsinə. Burada da eyni mən şəraiti görürəm, çox bənzərliklər görürəm öz o zamanki durumumla. Və bir də bunu deyim ki, o zaman mən 10 gün idi Təbriz zindanındaydım. Hələ səs-səda çıxmamışdı etisabım, aclıq aksiyama görə. Bir də 33 gündə Kərəcdə qaldığım sürədə cəmən 43 gündə heç bir səs-səda demək olar bir xəbər getmirdi, az gedirdi. Niyə ki, başqa bir dostumuz da vardı bir həftə sonra aclıq aksiyasını durdurdu. Sonra başqa bir dostumuz vardı, 20 gün aralıqlı idi etisabımız, o da 40 neçə gün sonra durdurdu və məndən də belə bir gözlənilmə var idi. Yəni indi 6 ayda Murtaza Murad burada sındıracaq bu etisabını. Onun üçün gözlədilər və mən oradan Kərəc zindanından Təbrizə geri qaytarıldığım zaman ki, bir-iki əks fotoğraf çəkildi, çıxıldı. O rəsmlərin sayəsində ki, mənim arıqlamağım gözlə belə görünürdü, çox belə açıq şəkildə bəlli idi və bir də səs faylı verə bildim, fürsət oldu elə orada o maşında ki, mən eyni Vədud bəyin sözləri kimi bu yola vədə vədlərdən inanıb və aclıq aksiyamı durdurmaq üçün bu yola girməmişəm. Bu mənim haqqımdır. İstəyirəm siyasi zindanilər konusunda ki, bu qədər fərqi qail olunur, qanunlar bizə emal olunmur, ancaq bir başqa mücrimlərə, başqa nədənlərdən zindanda olanlara emal eləyirlər. Bizə heç bir yumuşaqlıq yoxdur, çox sərt və heç cürə haqlarımızı da bizə emal eləmirlər. Onun üçün bu aksiyaya girmişəm və azadlığımı almayana qədər də durma yoxdur. Bunları deməkdən istədim deyəm, bu dostlarımız da ailələrinin dəstəyi və eşikdəki bu qədər səs salmalar ilk gündən başlayaraq həm də çünki mənimkində 40 neçə gün sonra başladı və 66 gündə, yəni 20 neçə günün səs salması nəticəsində böyük bir bomba kimi bir məsələyə çevrildi. İran hakimiyyəti əleyhinə və axırda yenildi, məcbur qaldı buraxa. Dostlarımız indi ilk gündən elə xəbərləri gedir, ciddi şəkildə himayət olunurlar. Ailələri, dostları hər cürə xəbərlər gedir. Ancaq burada çox böyük bir məsələ vardı. O da quruhi bir etisab məsələsidir. Qrup şəkildə etisaba girəndə böyük bir yəni çətinliklə qarşılaşılır. Onu aşmalıdırlar dostlarımız məncə. Necə deyirdim, mənimkində quruhi deyildik, ancaq eyni zamanda 3 nəfər etisabdaydıq. Dostumuzun biri bir həftədə sındırdı, o birisi 40 neçə gündə. Məndə də bir gözlənilmə yaranmışdı ki, sındırar da artıq
e, nə qədər dayanacaq ki, ruhiyyədən düşər ən azından, çünki o biri dostları sındırıbdır. Burada bu qrup şəklində etisaba girməyin çox avantajları da var, dezavantajları da var. Başa düşürəm. Avantajı budur ki, ruhiyyədir, gücdür, birlikdir. E, Birlikdə o ruhiyyənin belə dirənişin güclənməsinə nədən olur və çox qatı şəkildə istəklərinin üstündə dayana bilirsən, yumuşalmırsan. Amma çünki bu tək olduğun hala görə çox fərqli bir durumdur da. Sonucda neçə nəfər bərabər bu istəyi istəyirsiniz, tələb edirsiniz. E, Amma burada dostlardan məsələn bir ikisi sındırsa, vazgeçsə, o biraz yaxşı olmaya bilər. İnşallah ki, o duruma düşməzlər. Çünki qrup etisabında hamının birlikdə qabağa getməsi və kənara çəkilməsi çox önəmli bir roldur. Ən azından dostlarımız adilanə şəkildə məhkəməni və əmniyyəti orqanların e, qazilərin rəyində dəxalət eləməməsi üçün etdikləri istəkləri məlmus bir şəkildə cavab almasa da, çünki bu məlmus bir şəkildə deyə bilmərik indi ona bir əllə tutulur bir sonuc ala bilərlər. Ancaq və Tahir bəyin bu fiziki xəstəliyi durumundan dolayı burada çox ciddi bir məsələ var və ən azından onun xəstəxanaya göndərilməsi, sevk olması burada bir başarı olacaqdır və ümid edirəm ki, tezliklə Tahir bəyi xəstəxanaya göndərərlər. Dostlar içəridəki öz aclıq aksiyasında olanlar özləri qərar verməlidirlər burada. O biri istəklərinə görə də necə bir ən azından garanti almış olurlar məsullardan ki, sonra belə bir sonuca çata ki, istəklərinə çatıb sındırıblar. Çünki aclıq aksiyası çox kritik bir məsələdir. Bilirsiniz də zindanının son Evet. silahıdır. Yəni əlimizdən heç iş gəlmir ki, zindandayıq, hər yer məsullar və əl-qol bağlı heç iş görəmsə, ancaq eləyə bilirsən istəyin üçün canından maya qoyasan, canını ortaya qoyasan. Burada e, məsullardan istəyivi məncə bir zindanı olaraq çox net və çox ən azından necə desək, əllə tutulur bir istək istəməliyik. Yəni bəzən yüngül istəklər də ola bilir, səthi istəklər, yüngül deməyim də, səthi istəklər də ola bilir etisaba başlamaq üçün nədən olaraq. E, Mən şəxsən belə qənaətdəyəm ki, etisab çox ciddi, çox önəmli bir məsələdir. Burada biz azadlıq və cani təhlükə, xətər olmadığı sürəcə başqa bir nədənlərə məncə etisab aclıq aksiyasına girmək biraz demirəm yanlışdır, bir daha düşünülməsi gərəkir. Çünki indi mən cəzaevində saxlanılıram. Cəzaevində mənim məsələn başqa bir bəndə göndərilməsi üçün aclıq aksiyaya girməyim mənim şəxsi açımdan doğru olmaz. Çünki sonuçda mən o zindandayam, o zindanı mənə təhvil eləyiblər, çəkirəm. Ya dibindən onu qəbullanmırsam, onun üçün qanuni bir yollar varsa və yaxud ciddi şəkildə mən bu hökmü qəbul eləmirəm deyə azlıq aksiyasına girilə bilər. Ancaq o zindanın içində su az verilir, bəndim saxlanıldığım qovuş yaxşı deyil deyə e, canını ortaya qoymaq məncə biraz e, təkrar düşünülməsi gerəkən bir məsələdir. Çünki sonucda burada o zindandır, fərq eləmir, o biri bənd, bu bənd, biraz arada fərq var, amma burada insan canını ortaya qoyur. Yəni çox ağır bir məsələni ortaya qoyursan, istədiyin də ən azından o ağırlıqda olmalıdır. Çünki burada bir candan ola bilmə məsələsi var, ölüm məsələsi var. Yəni bu Əlbəttə. işin gücü Həyat və ölüm məsələsidir, değil mi? komaya getməkdir. Yəni burada önəmli bir məsələ üçün aclıq aksiyasına girilməlidir. Bunu deyə bilərəm son olaraq bu qonuda. İndi dostlarımız da burada çox önəmli bir məsələ vardı.
bir dostlarının, həmbəndlərinin, yoldaşlarının həyatı ciddi şəkildə xəstəliyi vardı və eşikdə xəstəxanaya göndərilməsi gərəkirkən, döhtür ona kağız vermişkən, verdiyi halda göndərilmir. Bu ciddi bir məsələdir. Bunun Tahir üçün bəy deyirsiniz də, əlbəttə. Tahir bəy, bəli, azlıq aksiyasına girilə bilər və o biri nədənlər də ki, sayılıbdır. Çox önəmli və ciddi məsələlərdir. Ancaq dediyim kimi, o məsələlər ola bilər məlmus şəkildə, qabili ləms şəkildə bir sonuca varmaya bilər, çatmaya bilər. Onun üçün hətta əgəl bir məsullardan bir kağız alına bilər, bir qaranti fərqli yollar ola bilər, təkcə kağız deyil, qaranti alına bilər ki, hökmümüzü bir daha yetişilsin, bir daha e, yuxarı məhkəməyə gedilsin və yaxud bilmirəm indi oradakı durumdan asılıdır istəkləri. Mən şəxsən məsələn e, aksiyamı durdurmaqda çox israr eləyirdilər ki, Muradpur, aksiyanı durdurmasan azad olma yoxdur. Bunu bil. Yəni ən azından başlarda başlamışdılar. Durduracaqsan bir ay sonra sərbəst buraxaq. Çünki Aydındır. burası zindandır, məhkəmə şey var, necə deyirlər, yargı var, dövlət var. Ola bilməz hər azlıq aksiyasına başlayan sərbəst buraxılsın. Mən dayandım o sözlərin heç birinə ciddiyə almadım, önəmsəmədim. Sonra o bir ay yendirdilər 10 günə, 15 günə. Yavaş-yavaş bir həftəyə, 5 günə, 3 günə gətirdilər, dayandırdılar bir günə. Muradpur, axirlərdə də 60 günləri keçmişdi, 2 ay tamamıdır. Dedilər, bax, buraxacağıq ha, biz sənə söz veririk, buraxacağıq. Amma ən azından bu gün sındıracaqsan, vazgeçirsən, sabahısı buraxaq səni. Yəni belə olmaz ki, biz səni buradan bu şəkildə ötürək. Bizə çox, yəni üstdəkilərə cavab verə bilmərik. Və orada mən biraz da elə insan ailə durumundan dolayı naçarda qalır. Anam gəlirdi, göz yaşlarını görürdüm, yalvar yaxar eləyirdim. Mənim anam bu 60 neçə günə qədər heç bir zaman gəlib yalvarmadı. O 60 neçə günə qədər həmişə məsulların qarşısında gəldi, mənə dedi ki, oğlum, mən bilirəm sənin yolun düzdür, sən haqq yoldasan, istəkləri və də çox düşünübsən, başlayıbsan, mən sənə burada deyənmərəm sındır. Və məsullar da belə ağzı açıq baxa-baxa qalırdılar ki, sən nə cür bir anasan ki, oğlunu bu vəzdə biraz da dəstək verirsən ki, davam elə, idamə ver. Ancaq da 60 neçə gündən sonrakı anam da bəlkə mənim indi görünüşümdən dolayı biraz indi nəsə hiss eləmişdi və yaxud döhdürlər bir şeylər demişdilər ki, komaya getmə ehtimalı an məsələsidir. Hər ləhzə gedə bilər komaya. Onun üçün son gündə anam da istədiyinə görə mən onun istəyinə cavab olaraq, ancaq yenə də yəni məsələni belə şəfahi şəkildə qurtarmaq istəmədim. Məsullara dedim, bir şərtim var, yazılaşacaq, arada bir anlaşmamız olacaq. Bir onlar çox düşündülər, Dağıstana zəh vurdular, indi türkçə qarşılığını deyəmirəm. Arada danışdılar, istişarələrdən sonra bir neçə saatdan sonra dedilər olsun. Və Qazi Nazir, zindanın Qazi Naziri, zindanın rəisi və əmniyyəti orqanların nümayəndəsi zindanda bu üç nümayəndə, bu üç nəfərin imzasını alaraq özüm bir yazı yazdım. Onlar altına imzaladılar və o kağızı verdim ailəmə, apardılar evə. Dedim, məndə də qalmaz, çünki burada zindandayam sonuçda. O kağızda yazdıq ki, sabah məni sərbəst buraxacaqlar. O şərtinə mən onun üçün etisabımı dayandırıram. Çox ciddi bir risk var komaya getdiyimə dair. Onun üçün mən etisabımı durdururam. Sabah təbiidir ki, sabahı
mən sərbəst buraxılmasam, etisabıma təkrar qaldığım yerdən davam eləyəcəyəm və orada da mən hətta yazmadım etisabımı nə şəkildə durdururam, ancaq yeməyə başlamadım. Yəni yenə də mən heç bir şey yemədim, sadəcə serum vurulmasına izin verdim. Məni orada getdim, yatırtdılar oranın xəstəxana yerində təxtdə. Serum vurdular ki, bir gün bari dayana biləm ta yuxarıdan o nəsə indi aralarındakı o prosedur tey olunsun, buraxsınlar. Və onların zəif nöqtəsini mən orada anladım ki, o gün ki məni buraxacaqdılar, o günü saxladılar, gecə 12-ni 20 dəqiqə keçən məni buraxdılar. 20 dəqiqə gün keçdiyinə görə o biri günün tarixini yazdılar o sərbəst buraxılma kağızımda. Və orada anladım ki, onlar nə qədər zorda, çətin durumdaydılar ki, o 20 dəqiqədən ötürü bir gün daha, yəni 2 gün səbt olsun deyə nə qədər çalışdılar, uğraşdılar və məni orada gün gecəsinə qədər saxladı. Gecə yarısı özləri maşınla apardılar direkt müstəqim xəstəxanaya. Çünki durumum ciddi idi. Gecəni səhərə qədər xəstəxanalarda check-up filan və sonra evə gedə bildim. Biraz Ağır uzun hekayətdir. oldu. Ağır hekayətdir Muradqulu bəy. Biz indi bu vəziyyətdə soydaşlarımıza evin həbsxanasında ancaq duruş arzu eləyə bilərik və ümid eləyək ki, bu hekayə xoş bir sonluqla bitəcək. Çünki hətta dinləmək belə ağırdır bu hekayətləri. Ümumiyyətlə İranda son dövrdə müharibədən sonrakı dövrü nəzərdə. Ondan əvvəl də ağır idi, bilirik. Amma bu son dövrdə çox ağır bir böhran yaranıb. Və bu böhranda bizim soydaşlarımıza yalnız duruş diləyə bilərik. Yəni gücümüz yalnız buna çatır, təəssüf ki. Sizə minnətdaram Murtuza bəy bu ətraflı söhbət üçün. Təxmini anlayış oldu da, yəni İranda nə baş verir hazırda İran həbsxanalarında. Oradakı penitensiar sistem deyirlər də, bax bizdə belə deyirlər buna. Həbsxana sistemi, yəni necə bir fəaliyyət göstərir. Minnətdaram. Bütün soydaşlardan da ərz edəcəm ki, mümkün olsa bu söhbəti paylaşsınlar ki, içəridə olan soydaşlarımıza, dostlarımıza dəstək ola bilək və onların işi müsbət nəticələnsin, neqativ sonluqla bitməsin inşallah. Çox sağ olun Murtuza bəy. Biz bu söhbəti davam etdirəcəyik hökmən. Minnətdaram sizə. Sağ olun. Çox sağ olun. Mən də təşəkkür eləyirəm ki, dəvətiniz üçün və proqrama məni də qəbul etdiyiniz üçün.